Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Siz değerli, dözümlü yoldaşlara, sırdaşlara selam arz edirəm. Biz bugün Təbrizdə şəhrəki Pərvazda yoldaşlarla milli irfanın bir hissəsini paylaşdıq. Mən xoşluram ki, onun orada olan bəhslərdən qıssaca sizinlə paylaşam. Kimsə istərsə bu bəhsləri geniş faylını izləsin, eləyə bilər bizim YouTube'da kanalımızdan o faylı götürsün və izləsin. Allah'tan çoxlu bollu təşəkkür edirəm ki, belə bir fürsəti və fərasəti mənim üçün yaraldıbdır. Biz bugünkü bəhsidə ən birinci keçmiş hissələrə sayaq İmaduddin Nəsimidən bir qəzəllə başladıq ki, getməyə əzm eyləmişsən, ey dilaram eyləmə, həsbətən lilləh məni bi səbr aram eyləmə. Bu qəzəli oxuduq və orada dedik ki, ola bilər ki, İmaduddin Nəsimi bu qəzəli Mevlana'dan götürmüş olsun. Beşnidəm ki, əzmi səfər mikoni məkun, mehri hərif o yar digər mikoni məkun. Bizdən ayrılmısan, özünü özgüyə sarı, insaf mı gizlicə gecələr eyliysən güzər. Duydum bugün ki, başqa yerə eyliysən səfər, başqa hərfə vurğun olub salmısan nəzər. Ola bilər ki, çün Nəsimi də Şamata getmişdi, Hələbə getmişdi, Mevlana'nın düşüncəsi ilə orada tanış ola bilərdi. Sonralıqda biz gəldik, milli fəlsəfə ilə, milli hikmət ilə, milli irfanın nə ilgisi ola bilər və bunlar nə cür eləyə bilərlər, milli İslama, milli hökmdarlığa çatsın, o konuda da bir bəhsləri açdıq. Biz orada fəlsəfəni tərif elədik və orada dedik ki, fəlsəfə demək olar ki, əqlani, məntiqi bəhslərdilər ki, insanın baxışığını mərifəti məhmillərə, dörd mərifəti məhmillərə neyniyir? Göstərir. Ən birincisi, mərifəti məhmillərdən insanın özüdür. Özü ilə nə münasibət ola bilər? İkincisi, digər insanlarındandır. Üçüncüsü, təbiətinəndir. Evrənlə, çevrə ilə, bütün varlığıyla. Dördüncüsü, mavəra o təbiətidir. Yəni, qudsi əmrinlə və Allahla nə cür ilgi qoya bilər? Bu baxışıq demək olar bizim fəlsəfənin tərifi olurdu. Biz dedik ki, orada baxışıq iki cürə ola bilər. Bir, tövsifi, tövzihi, təfsiri baxışıq ola bilər. İkincisi, devrimsel, təğyiri, təhəvvüli baxışıq ola bilər ki, biz dedik ki, türkü fəlsəfə devrimsel baxışığa nədir? Sahibdir. Sonralıqda milli fəlsəfəni gəldik, təriflədik. Dedik, milli fəlsəfə değişən baxışığa münasibətə malik olan bir kollektiv kimliyi inkişaf etdirilməsi və milli maraqların, mənfəətlərin yüksəldirilməsi üçün bütün elmilərdən, biliklərdən istifadə edən rasional və məntiqi bəhslərin toplusudur. Yəni, çox açıq istəsək desək ki, milli fəlsəfə demək olar bir məcmuə elmilərdilər ki, eləyə bilərlər bütün məarifləri cəmi hüviyyət üçün, milli mənfəətlər üçün işə çəksin. Bu, milli fəlsəfənin demək olar tərifi olurdu. Yəni, bir sıra əqlani, məntiqi bəhsləri ki, insanın devrimsel baxışı əsasında eləyə bilir. Bütün mərifətləri, elmləri işə çəksin, ta neynəsin? Cəmi hüviyyət orada inkişaf eləsin, milli mənafiə də biz neyniyək? Çataq və onu da qoruyaq. Sonralıqda gəldik biz milli fəlsəfə ilə milli hökmdarlığın ilgisindən danışdıq. Dedik ki, türk şahları ümumiyyətdə tarix boyu bunlar
rahatçılıqla islahata boyun qoyublar və islahat eləyiblər idarəçilikdə. Biz orada Nadir Şahdan danışdıq. Nadir Şahın nə cür savaşından, nə cür fətihlərindən, nə cür o Rusun səfiri ilə görüşməsindən, nə cür o məmləkəti yığıb yığışdırmasından, Əfxanələrdən qurtarmasından, Osmanlıdan qurtarmasından, Ruslardan qurtarmasından və nə cür islahatı ki, bu adam eləyir ki, Osmanlıya yaxınlaşsın. O cümlədən gəlir deyir ki, bu 4 dənə xəlifəni birlikdə siz yad eləməlisiniz. Heç kimin haqqı yoxdur 4 xəlifəyə yaman desin. Hətta deyir ki, süfrələrdən sonra mənə dua eləməyin. Çünki gerçək şah mən deyiləm. Gerçək şah Allahdır və ona nə etməlisiniz? Siz yaxınlaşmalısınız. Nadir Şah demək olar ki, dinlə heç vaxt qarşı-qarşıya olmayıbdır. Buna görə ki, Mirzə Əbülqasım Kaşani ki, o zaman bir böyük müştəhidləridir. Muğan qurultayında demək olar ki, tacı o qoyur Nasirəddin Şahın başına və bu adam da gələcəkdə Osmanlı'nın səfiri olur. Yəni, Osmanlıya səfir gedir. Nadir Şah demək olar ki, bir para islahatda din baxımından da aparır. O cümlədən bir para o alimlər ki, o mövqufə malları müftə yerlərdə xərcləyirlər, onları tutub əlindən alır və neyini qoşuna xərcləyir. Sonralıqda biz oradan gəldik Məsnəvidə 1-ci dəftərdən 521-ci beytidən ta 530-cu beytə qədər biz onu türkücə şərh elədik. O nəsraniləri öldürən şahın nağılından oradan neynədik, açıqladıq ki, orada Mevlana deyirdi, şah kimi qanmaz idi qafil vəzir, həqlə durdu üz-üzə cahil vəzir. Yoxdan icad eyləyən tanrı ilə kim, əstirib aləmlərə kondan nəsim. Yəni, burada Mevlana gəlirdi, iki gücdən danışırdı, iki aləmdən danışırdı. Deyirdi ki, bir məhsus aləmlər var ki, gücləri məhduddur, bir məqul aləm vardır ki, onun gücü hədsizdir. Səd şu aləm dər nəzər peyda könəd, çünki çəşmət ra be xud bina könəd. Gözünü haqq eyləsə, haqqı görən, 100 belə aləm görərsən sən sevən. Sonralıqda gəldik sonuçda 750-ci qəzəli Şəms divanından biz şərh etdik. Orada o qəzəldə biz dedik ki, Təbriz məktəbi zir-o zəbər məktəbidir. Təbriz məktəbi təbçövür məktəbidir. Təbriz məktəbi noayin bir məktəbdir ki, Şəms onu daşıyırdı və gəlirdi Mevlanaya bu düşüncəni neynirdi, yetirirdi, çatdırırdı ki, Mevlana deyirdi ki, şad şod canım ki çeşmet vədə-i ehsan nəhad, sad dilmərdi ki dil bər vədə-i məstan nəhad. Şəmsə deydi, mən şad oldum ki sən mənə ehsan vədəsini verdin. Çün hədis-i bidilan beşniydi cani xoş diləm, can bedad و این سخن را در میان can nəhad. Mən bu şeydai insana ürəyimi verdim və ona təslim oldum. برج و خانه جویمان خورشید را کو کلید خانه از همسایگان پنهان نهاد. Mən qapı ev Şəmsi, o günəşi axtarırdım, amma o kilidi qonşulardan neynəmişdi, gizlətmişdi. Mən niyəm sultan və leykən xak pay او şodəm. خاک pay xiyiştən ra او لقب sultan nəhad. Mən sultan deyildim, onun ayağının toprağı idim. O gəldi mənə sultan ləqəbliği verdi. Axı mən eyni bir dənə pişik kimi idim, o eyni bir dənə şer kimi idi. Mən o askırmışdı, mən onun burnundan düşmüşdüm. Belə bir təmsili Mevlana Şəmsə neynir gətirir. Həmçə qurbe ətsə şiri budəm az ibtida, bəs şodəm zir و zəbər ku qurbe در انبان nəhad. Məni götdü, bu əqlaniyyət ənbarının içinə saldı Şəms. Şəms o əqlaniyyəti ki daşıyırdı, bu idi ki Mevlananı şuubiyyənin düşüncəsindən arınlatmaqdır. O ənbarın içinə saldı bunu. Və soralıqda deyir ki, qoft ərto zadə şiri neyi qurbe bərə. Bərdər ənban şir در ənban dərun nətfən nəhad. İndi ki sən bir dənə
şirlə oturub durubsan da sənə pişik demək olmaz. Sənə hər kim pişik desə bohtan deyir. Yəni sən qabaqçıl Mövlana olsan, o deyilsən. Sən değişilibsən. Mən çu enban berdریدم گفتن انبان مرا چون تویی را هر که گربه دید و بهتان نهاد. Mən bu ənbanı neynədim? Bu kisəni, bu dağırcığı yırtdım, oradan neynədim? Çıxdım eşiyə, yeni bir düşüncəyə malik oldum. Şəms Təbrizi ist taban az verayı heft çərx, lacerəm tab nuayin bər çahar ərkan nahad. Bu Təbrizli şəms idi ki, 7 aləmdən bir parlaq günəş kimi gəldi, şimala, cünuba, doğuya, batıya bir nuayini işıllatdı. Nuayin. O da Təbrizdən o düşüncəni neynirdi? Daşıyırdı. Hər halda sizlərdən təşəkkür edirəm. Siz istəsəz bu bəhsi geniş halda izləyəsiniz, eləyə bilərsiniz. Bizim YouTube-da kanalımızdan tamamilə bu bəhsi izləyəsiniz. Sağ olasınız, var olasınız.